Hər vaxtınız xeyirli olsun əziz abituriyentlər. Mən Mir Hüseyn Əsgərov. İmtahana son bir gün qalıb. Demək olar ki, saatlar qalıb. Mən də o yolu keçmiş olan bir tələbə kimi sizə məsləhətlər verəcəm. İmtahana bir gün qalıb. Digər müəllimlərdən fərqli olaraq mən başqa sözlər deyəcəm sizə. İllərlə, aylarla əziyyət çəkibsiniz. Bu gün siz qayda kitabına baxa bilərsiniz, bəzi qeydlərinizə baxa bilərsiniz, amma ümumilikdə siz istirahət eləməlisiniz. Telefonsuz və bir qədər istirahət eləməlisiniz. Yatmaq demirəm, yatmayın, gecə yatınməzsiniz, qətiyyən yatmayın. Ümumilikdə deyirəm, istirahət edin, beyninizdəkiləri boşaldın. Yəni, mən özüm bu atmosferdə bu videonu çəkirəm ki, biraz o otaqdan çıxaq, başa düşdünüz? Quşun səsi gəlir, gəlmir, bilmirəm, yəni biraz dincəlsin beynimiz ki, sabahki imtahanda biz rahat bir performans göstərə bilək. Sadəcə qeydlərinizə baxa bilərsiniz, qrammatikada hər hansı bir yerlərə baxa bilərsiniz. Mən ümid edirəm ki, bu yerə qədər siz təkrarlayıbsınız, proqramı bitiribsiniz. Hətta mən dediyim bir video var idi, yəni imtahana bir ay qalmış, nə etmək olar? O videoya baxıbsınızsa və onları tətbiq edibsinizsə, yəni başqa bir heç nə ehtiyac yoxdur. Sadəcə biraz qaydalara baxa bilərsiniz. Yəni biraz sinonimlərə baxa bilərsiniz ingilis dilində. Başqa və yaxud düsturlara baxa bilərsiniz riyaziyyatda. Başqa heç nə ehtiyac yoxdur. Yəni günortadan sonra və yaxud axşam üstü da bitirin. Yəni heç nəyə ehtiyac yoxdur, yəni bitirin. Bəs yəni bu aylarla, illərlə yəni çalışıbsınız. Yəni 22 saata nəsə eləyə bilməyəcəksiniz. Sadəcə beyninizi yoracaqsınız. Deməli, bir də axşam vaxtına yatın, düzgün yuxunuz olsun, 7 saat yatmağa çalışın, 7-6 saat arası yatmağa çalışın, gec yatmayın, qəti şəkildə gec yatmayın ki, birdən yəni, həyəcan olur da, yəni, mən nə qədər desəm də, bu aşağıda olsa, o qədər bir şeylər var ki, mən hal-hazırda mücadilə verirəm video çəkmək üçün. Bu mənzərə qarşısından video çəkmək istəyirdim, siz üçün bir rahatlamasız deyim, nə deyim, belə bir şey. Ümid edirəm, hamınıza uğurlar arzu edirəm. İnşallah yüksək nəticə əldə edəsiniz. Axşam nağarsınız. Buraxılış kağızınızı və buraxılış üçün sizə vəsiqəniz lazımdır, kimliyiniz lazımdır. O ikisini bir yerə qoyun, yaddan çıxmaz. Hətta saatınız bol saatı yaxşı olar, yəni belə deyim, vaxt bölgüsü aparmaq üçün. Hamınıza uğurlar, inşallah yüksək nəticə əldə edəsiniz. İmtahan dediyim kimi, imtahan yaxşı düşəcək, asan düşəcək. Nə çətin düşəcək, yəni hətta çətin düşməyəcək. Normal və asan düşə bilər. Belə. Hamınıza uğurlar, inşallah yüksək nəticə əldə edəsiniz və nəticənizi bura yazarsınız inşallah. Gözləyirəm bütün şərhləri, imtahan təəssüratlarınızı və imtahandan sonraki təəssüratlarınızı bizlə bölüşə bilərsiniz inşallah. Yenə də deyirəm, həyəcanlanmayın. Həyəcan sadəcə sual kitabçasını açana qədər olur. Həyəcan sadəcə sual kitabçasını açana qədər olur. Ondan sonra isə davam ancaq yazırsınız. Başa düşdünüz? Diqqətli bir şəkildə. Hətta mən sizə bir məsləhət də verə bilərəm ki, asan bir buraxılışın, məsələn 2 mart deyək, 2025-ci ildə buraxılış imtahanı olub. Və onu 100% ki, siz indiyə qədər işləyibsiniz də, onu yenidən işləyin, məsəl üçün. O sualları bilirsiniz, biraz işləyin, motivasiyanız artsın, yəni düz yazmışam və s. və ilə. Həm də ki, sual tiplərindən də bir daha da yenilənmiş olsun. Sual tipləri yəni yenidən belə deyək, canlanmış olsun. Heç nə uşaqlar, görüşərik. Kanalıma abunə olmağı unutmayın. Mən də sizə məsləhətlər və motivasiyalar verməyi davam elətdirim. Çox sağ olun. Gördüyünüz kimi ingilis dili üzrə mən bir neçə video paylaşmışdım. İnşallah sizə faydalı olar, yaxşı ballar, nəticələr toplayasınız inşallah. Allah heç kimin əziyyəti yerdə qoymur. Əgər siz də həqiqətən əziyyət çəkmişsinizsə, istədiyiniz nəticələr əldə edəcəksiniz.